günah eləyirik, bizi Tanrı bağışlayır. İndi ad formaldır da. Qonşumuz Sona xanım xala Bəli, bağışlamır. Sona xanım xala bağışlamır. Hamımız aydıq. Bu gün Cavid də risk qrupudur, Gülnar da risk qrupudur. Emosional özünü ifadə edə bilməyən, emosional tək qalan hər bir adam risk qrupudur. Mənim uşağım bunu eləməz. Bizim evdə söyüş söyülmür, amma hamısının ortaq bir amil birləşdirir. Məni heç kim dinləmədi. Müalicə konfidensial olmalıdır birinci növbədə. Bəli. Konfidensiallıq yoxdursa, o müalicə deyil. Elə birinci oradan başlayaq. Sən pis adam deyilsən. Mütləq birinci bunu deyərdim. Sən sadəcə ağrılarını yanlış maddələrlə kompensasiya eləmisən. Bu yolun bir çıxışı mütləq ki var. Salam əziz dostlar. Biz əvvəldən Sonanın 18-ci çəkilişindəyik. Bu gün bizim qonağımız zərərli vərdişlər üzrə müstəqil ekspert Gülnar Nəsiblidir. Xoş gördük səni. Çox sağ ol. Əvvəl dəvətimizi qəbul edib təşəkkür edirəm. Minnətdaram. Ümid edirəm ki, bu bizim üçün, xalqımız üçün faydalı bir veriliş olacaq. Biz bu gün zərərli vərdişlərdən danışırıq və bu sahədə də siz ekspertsiniz. Mən o məşhur sualı vermək istəyirəm. Bu zərərli vərdişlər bizim cəmiyyətdə yox, ümumdünya bəşəri problemdir mən deyərdim. Bütün dünya, hətta bir çox ölkələrdə bu düşünülmüş şəkildə təbliğatı gedir və bəzi ölkələrin hətta genofonuna belə təsir eləyəcək amillərdəndir. Mən istəyirəm problemin kökündən başlayaq. Və təbii ki, bir veriliş azdır bunun üçün. Biz ola bilsin ki, biz ikinci, üçüncü bu mövzuda çəkək. Amma ilkin olaraq biz ana mövzuları masaya yatıracağıq bu gün. Və ilk sualımı vermək istəyirəm ki, Gülnar xanım, zərərli vərdişlərə, bunları daha geniş siz izah edəcəksiniz. Zərərli vərdişlər üçün kimlər daha böyük risk qrupuna aid eləmək olar? Kimləri risk qrupuna aid eləmək olar? Hər şeydən əvvəl dəvət üçün təşəkkür edirəm Cavid, minnətdaram. Çox sağ ol. Bu ekspert sözünü biraz belə deyim də daha çox problemli və zərərli vərdişlərdən asılı olan şəxslərlə işləyən biri kimi cavablandıracağam. Ekspert sözü mənim üçün biraz böyükdür. Belə deyim, kimlər risk qrupuna aiddir? Əslində hədəf qrupu kimi biz yeniyetmələri və gəncləri göstəririk. Niyə? Çünki onların mühitləri çox tez-tez dəyişir, yaşları belə deyək. Və belə deyim, zərərli vərdiş onlar üçün bir növ özünü təsdiq kimi, böyüdüyünü təsdiqini göstərmək üçün belə ilkin belə deyək mərhələdə bu cür başlayır. Ona görə yeniyetmələr və gənclər daha çox meylli olurlar. Amma əslində risk qrupuna kimlər aiddir desən, yəni bu sualın mənə görə subyektiv fikrimi deyəcəm. Hamımız aydıq. Bu gün Cavid də risk qrupudur, Gülnar da risk qrupudur. Emosional özünü ifadə edə bilməyən, emosional tək qalan hər bir adam risk qrupudur. İnsan bilirsiniz necədir, necə başlayır bu vərdişə? Bizdə belə bir fikir formalaşıb ki, zərərli vərdişi insanlar həzz almaq üçün istifadə edirlər. Amma bu həmişə keçərli deyil. Daha çox insan öz ağrısını ifadə edə bilməyəndə, emosional tək qala bilməyəndə, dinlənilməyəndə, sosial məsəl üçün təcrid olunanda, özünə qapananda öz ağrısını dindirmək üçün bir üsul kimi istifadə edir bundan. Yəni bu həzz axtarışı deyil, ağrını susturmağın bir yoludur. Əgər mən bugün tək qalsam, belə deyək, Cavid də bugün tək qalsam, biz bilmirik axı biz bugün olduğumuz mühitimiz, sosial mühitimiz sabah bizlə bərabər olacaq və yaxud ümumiyyətlə mühitimiz necə olacaq? Əyani nümunələrini görmüşük ki, yetişkin insandır, karyerasının pik nöqtəsindədir. Müəyyən belə deyək zirvəni fəth eləyib, özünə görə bir yaşam tərzi var, müəyyən gəliri də var. Ya asudə vaxtı düzgün təşkil olunmayıb, ya belə deyək də ailə daxilində daha əvvəl asıllıq tarixçəsi olub və yaxud mühiti dəyişir. Bu insan birdən-birə lazımsız bir mühitə düşür və o da olur risk qrupu və o da olur istifadəçi. Bu risk qrupu hamımızıq. Nəzərə alsaq ki, bir də bunu əlavə eləyim. Əvvəllər məsəl üçün bu zərərli maddə, biz zərərli maddəni belə insanlar belə düşünür, hardasa satılır, paket halında gəldi, götürdük. Amma elə deyil. Zərərli maddə bugün ekran vasitəsilə həyatımıza daxil olur. Bugün əlimizdə istifadə etdiyimiz mobil telefon, smartfon hər yerə çıxışı var, düzdür? Bəli. Reklamlar gedir. Cürbəcür məsəl üçün rəqəmsal platformalarda reklamlar gedir. Hansı ki biz də ani bir boşluğumuza denk gələ bilər. Bir oyunda oynadıq. Yəni bir də zərərli vərdiş deyəndə insanlar sadəcə narkomaniyanı nəzərdə tutur, yəni və yaxud hansısa zərərli maddənin istifadəsini. Bu oyun asılılığı da ola bilər, bu alkohol da ola bilər. Və yaxud belə deyim də
bir çox, yəni belə ümumiləşdirib biz deyirik zərərli maddədən, bəzilərinin adını çəkməyə bilirsiniz də, icazə yoxdur. Bəli. Oyun asılılığı məsələn, oturmuşam, ani bir boşluqdur, boş vaxtım var, asudə vaxtımı düzgün və səmərəli təmin edə bilmirəm, təşkil edə bilmirəm. Aldım əlimə mobil cihazı. Bir oyunda oynasam nə olacaq? Aha. Və yaxud bu birinci dəfədir, ilk istifadədir, nə olacaq? Hər şey belə başlayır. Həmən o beyində dopamin ifrazı başlayır. O belə deyək də mükafat sistemi başlayır və bir müddət sonra biz tolerantlığı itiririk artıq. Yəni artıq bilmirik nə edirik. Bir də ayılırıq ki, biz bu oyundan və yaxud belə deyək, bu maddədən asılıyıq. Ona görə hamımız risk qrupu ola bilərik. Günlər? Elə bir ki, uzun müddət bizə risk qrupunu o insanların olduğunu təbliğ eləyiblər ki, risk qrupu ancaq tək valideynlə böyüyən, valideynin dünyasını dəyişmiş və yaxud ayrılmış ancaq o uşaqlar, o gənclərdir. Yəni bunları çox məhdudlaşdırıblar. Ancaq yəni tək valideynlə böyüyən uşaqlar risk qrupudur, yoxsa elə hamı risk qrupudur? Xeyr. Bugün dərin belə deyirəm də, daha belə dərin müzakirəyə çıxartsaq, yenə bu mənim subyektiv fikrimdir. Hamımız risk qrupuyuq. Yenə deyirəm, yeni nəsil zəhərlər hansısa şüşə qabda paketdə gəlmir, ekran vasitəsilə də həyatımıza daxil olur. Hətta bu yaxınlarda Daxili İşlər Naziri birincisini həbs elədi. Sosial şəbəkələr üzərindən satışlar eləyirdi. Satışlar olunurdu. Yəni bununla bağlı bizim dəfələrlə müraciətimiz olub. Fərqli bilirsiniz, bu satış hər cür belə deyim asıllıq vardı. Bəzən indi bilmirəm bunu demək nə qədər düz olacaq. Pornoqrafik videoların satışı ilə məşğul olmaq var. Mütəmadi məşğul olan şəxslər. Bu da bir növ xəstəlikdir. İnsan başqa gəlir növü tapa bilər də özü üçün. Bu da bir alüdəçilikdir. Bu da bir belə deyim vərdişdir. Hər şey ola bilər. Yəni hamımız risk qrupu ola bilərik. Amma belə bir şey deyim, bir də o deyirsinizsə tək valideynlə böyüyən uşaqlar. Bəli, bu da bir səbəb ola bilər. Biz bunu risk qrupu faktoru kimi götürürük. Amma tək başına bu amilin özü risk yaratmır. Bununla paralel nəsə gedir. Məsələn, sosial təcrid ola bilər. Bəli, valideyn nəzarəti zəif ola bilər. Ailə daxilində asıllıq ola bilər. Asıllıq tarixçəsi ola bilər hansısa şəxslərdən birində, anada, atada, qardaşda. Bəzən belə bir halda olur. Məsələn, qardaş yüngül istifadəçidir. Amma böyük və yaxud da kiçik bacısı və yaxud qardaşı, ailə üzvlərindən biri ağır bir asılıdır. Biri yüngüldür, amma digəri ağır formada istifadəçidir. Yəni baxırsan, istənilən halda ailədə bir asıllıq tarixçəsi var. Yəni sonra özünü ifadə edə bilmir. Məsələn, ağrısı var, tək qalır. Ağrısı var, yəni nə? Mənəvi. Məsələn, o insan özünə qapanıqdır. Cəmiyyət tərəfindən qəbul edilmir. Bəlkə nə iləsə xarici görünüşü ilə, vizual görüntüsü ilə narazıdır. Kilosu ilə. Fikrini ifadə edə bilmir, nitqində qüsur var və dinlənilmir. Onu dinləyən yoxdur. Yenə də o ağrısını dindirmək üçün, onu kompensasiya eləmək üçün zərərli maddə ilə belə deyim də kompensasiya eləyir onu. Əslində onun məqsədi həzz almaq deyil. Sadəcə dinləyən yoxdur onu. O keymək istəyir də. O keymək istəyir. Bir növ hissiyatsızlaşmaq istəyir. İstəyir ki, bütün hissləri belə deyim də kənardan ona gələn neqativə özünü bu formada bağlasın. Möhtəşəm cavab idi. Niyə görə? Həqiqətən mən bir neçə insanlara baxmışam. Hətta bir qeyd elədin. İmkanlı ailələrdə də hətta bu hallar var. Bu sosial məsələ, sosial təminat məsələsi deyil. Status məsələsi deyil. Niyə görə? Çünki baxıram ki, o ailələrin ki artıq maddi durumu da kifayət qədərdir, amma o bizim ailədə, bizim daha doğrusu valideynlərdə belə bir söz var da, yemək var, içmək var, geyim var. Mən də valideyn işimi bitirdim. Əlavə sual vermək istəmir, dinləmir. Ola bilər ki, bəli, biz bugün yemək vermişik, içmək vermişik. Bu mənim özümə də aid ola bilər. Bugün mənim də 13 yaşında qızım var. Allah saxlasın. Sağ olun, yetişkindir. Tez-tez məsəl üçün bu keçid dövrü deyirik də. Tez-tez məsələn bu sözü mən də deyə bilərəm. Alıram, geyindirirəm, yedirdirəm, amma məsələ geyindirmək, yedirtmək və almaqla deyil. Belə qəribə səslənəcək. Bizim öz keçid dövrümüzü nəzərə alsaq, bəli, bizdə belə bir öz aramızda, yəni belə səmimi danışaq, bizdə belə bir lüksumuz yox idi. Bizi də dinləmirdilər. Amma bizim keçdiyimiz dövrlə hazırki dövr elə deyil axı. Bəli. İndiki dövrdə bilirsiniz necədir? Yəni dinləməlisən, mütləq dinləməlisən. Ola bilər sən onun yeməyini, paltarını almısan, amma o öz sinif yoldaşları ilə, öz çevrəsi ilə özünə məxsus bir çevrəsi var. Orada nə isə özünü tapa bilmir, təsdiqləyə bilmir. Ya özünə uyğun, bilmirəm, çevrə qura bilmir, dinlənilmir. Əsas məsələ budur. Oradan başlayır. Elə hər şey oradan başlayır. İndi biz ki risk qruplarını bildik ki, hamı risk qrupudur. Burada avtomatik ikinci sual yaranır. Nədir? İndi biz bilirik ki, indi artıq nəinki tək valideynlə böyüyən uşaqlar, hətta cüt valideynlə böyüyən uşaqlar, hətta bu haşiyədən kənar da olsa bunu deyim, bizim bir psixoloq dostumuz vardı.
O çox gözəl bir söz deyirdi. Deyirdi, əgər bir uşaq pozulubsa, deməli o evdə bir dənə yaxşı adam yoxdur. Deyirdim, niyə? Deyir ki, çünki psixologiyada belə bir şey var. Uşaq əgər ata pisdirsə, anı ilə nəfəs alıb düzələ bilir. Yəni o demək deyil ki, ata pisdirsə uşaq məhv olur. Deyirdi, hətta ata, ana pisdirsə, evdə bir yaxşı nənə varsa, uşaq nəni ilə nəfəs alır, düzəlir. Tutunur da, yəni. Tutunur, kiməsə tutuna bilir. Deyirdi ki, nənə də pisdirsə, babı ilə nəfəs alır, düzəlir. Sonra belə əgər bir uşaq pis olubsa, bilin ki, evdəkilər hamı əl-ələ veriblər, o uşağı pozublar da. İndi burada da həmin məsələdir. Yəni tək valideynlə yaşamaq faciə deyil, yəni. Faciə deyil. Və yenə deyirəm, bu bir fakt deyil ki, valideynlərdən birinin uşağın tərbiyəsində birinin iştirakı var, digəri yoxdursa, boşanma ola bilər, bu itki ola bilər. Belə deyək də, insan da yəni sağlamlığı ilə bağlı problem ola bilər. Bəli, Yəni əlbəttə ki. Tək başına valideynlə böyümək, hələ tək valideynlə böyümək bu fakt deyil. Yəni risk faktoru deyil. Amma bu gün orta məktəbdə deyək ki, mənim öz uşağım olsun və yaxud bir başqasınınki olsun. Əgər hansısa impulsiv, hiperaktiv bir hərəkət eləyibsə uşaq, ilk protokol akt tərtib olunanda ailə durumunu sorğuluyurlar. Ailə tamdımı? Əgər orada valideynlərdən birinin tərbiyədə iştirakı yoxdursa, məsələn boşanma varsa və yaxud itki varsa, həmin uşağı risk qrupu kimi dəyərləndirirlər. Tez bu akta qeyd olunur ki, yəni valideynlərdən birinin tərbiyədə iştirakı yoxdur, bu risk qrupudur. Yoxdur belə bir şey. Əlbəttə, mən də hər iki valideyni ilə və bayaq dediyim kimi psixoloqun sözünə qüvvət, yəni nənə də, baba da, yəni baxırsan ki, ümumiyyətlə evdə hamı var. Amma yenə heç kim yoxdur. Amma heç kim yoxdur. Heç kim yoxdur. Dinləyən yoxdur. Onun dünyasını başa düşən yoxdur. Yenə deyirəm, səbəb də çox ola bilər. Özünü ifadə edə bilmir. Özünü düzgün ifadə edə bilməyən hər insan özünə qapanır. Bu fakt, bax bu risk qrupudur. Yəni də bu amillər tək başına olmur. Bunlarla yanaşı bir neçə belə də kompakt halda bir neçə məsəl üçün problem birləşir. Bu risk qrupunu faktı yaradır. İndi biz başa düşdük ki, risk qrupu əslində hamımızıq. Əslində və istisnalar yoxdur burada. İstisnalar məncə yoxdur burada. Bu mənim subyektiv fikrimdir. Bəli. Amma yenə deyirəm, biz bunu ekspertlər, o ekspert sözü böyük sözə gələcəm. Müstəqil ekspertlərin hamısı dəyərləndirmə eləyəndə və yaxud da belə deyək də bu zərərli maddədən asılı olan şəxslərlə işləyən şəxslər deyək. Bəli, biz onlarda əsas yeniyetmə gəncləri götürürük ilk. Niyə? Onlar daha belə deyim də meylli olurlar. Amma yenə deyirəm, bu 100% bir fakt deyil. Bugün sən də mən də risk qrupu ola bilərik. Biz indi başa düşdük ki, cəmiyyətin hamısı risk qrupudur. Bizə indi bir dənə açar lazımdır. Nə açar? Biz alkoqolizm, narkomaniya və ludomaniya da deyirik, oyun asılılığı. Oyun asılılığı. Biz 3 mövzudan danışacağıq bugün. Narkomaniya, ludomaniya və alkoqolizm. Biz tutaq ki, evladımız, dostumuz, bir qardaşımız, bacımız, yəni əvvəl bu asılılıqlar ancaq bəylər arasında daha çox yayılmışdı. Bu son biz 5 illik görürük ki, bu artıq qadınlar arasında da var. Qadınlar arasında da kifayət qədərdir. İndi sual, Günlar, hansı hallarda biz şübhələnməliyik artıq? Yəni biz o alarmı nə vaxt qoşmalıyıq? Bu yaxşı sualdır. Birinci biz nədən başlamalıyıq? Cavit, birinci oradan başlamalıyıq ki, qınama modundan çıxmalıyıq. Biz cəmiyyət olaraq qınama qınama modundan qınama artıq bitməlidir. Qınama modundan çıxmalıyıq, amma hamımız nədənsə qınama modundayıq. Bəsit bir şey deyəcəm. Yenə valideyn qrupuna gələcəm. Məsələn, bir uşaq bir neqativ bir hərəkət edib, ilk valideynlərin ilk reaksiyası mənim uşağım bunu eləməz. Bizim evdə söyüş söyülmür. Amma hamımızın evində söyüş söyülür. Biz çox belə qeyri-səmimiyik bu mövzuda. Deyək ki, sizin evinizdə söyüş söyülmür. Okey, yəni burada hər şey çox yaxşıdır. Amma kim qarantiya verib ki, sənin və yaxud da mənim uşağım çöldə və yaxud mobil telefon vasitəsilə izlədiyi hansısa bir filmdən, bir oyundan, bir reklamdan o söyüşü eşitmir. Yəni mümkündür belə bir şey. Yox. Bu çox qeyri-real görünür, qeyri-səmimi bir şey. Bəlkə də söyüş elə bilməlidir. Bəlkə də bilməlidir, yox, bir mənalı eşitməlidir və ona reaksiyasız qalmaq. Mən həmişə onu deyirəm ki, söyüş söymək, söyüş bilməmək tərbiyə demək deyil. Hələ, bu tərbiyə bilib söyməmək. Bəli, bilib söyməmək, reaksiyasız qalmaq. Bu çox önəmlidir. Bəli. Yəni mənim uşağım küçədə gedir. Mən hamının ağzına bir mənalı yuma bilmərəm və ya küçədə çıxıb mən əxlaq bətçisiyəm. Mən icazə vermirəm sənə söyüş söyməyə. Belə bir şey eləyə bilmərəm. Yəni mənim uşağım evdə söyüş eşitmirsə, bu o demək deyil ki, o çöldə söyüş eşitmir. Hər addım başı
sağ olsun mühitimiz də çox aqressivdir. Bəli. Mümkün deyil də. Yəni şərait yaradır. Şərait yəni var, həm çıxır bayıra, çıxanda da nəqliyyatın sıxlığı görürsən, ictimai problemlər ümumiyyətlə o qədər çoxdur ki, yəni söyüşsüz keçinmək mümkün deyil. Hardasa bu uşaq söyüş eşidəcək də. Bəli. Uşağın söyüşü eşidib, o söyüşə reaksiyasız qalmağı əsas məsələdir. Yəni onu tətbiq eləməsin. Və yaxud da ki, onu tətbiq eləməyin özü belə əxlaq göstəricisi deyil. Yəni ola bilər də ani bir bu gün hansımız əsəbləşəndə söyüş söymürük. Bəli. Birinci valideyn qınama modundan çıxmalıdır. Birinci buradan başlamalıyıq. Mənim uşağım eləməz dediyimiz an elə o siqnal o bizim qapımızı döyəcək. Mütləq döyəcək. Niyə? Mənim uşağım eləməz deyən valideyn özündən yəni çox arxayındır. Düşünür ki, onun uşağı bunu eləməz və nəzarəti tam belə deyək də boş buraxır. Tam boş buraxır. Bu bizim evdə ola bilməz. Bu mənim başıma gələ bilməz. Bizim ailəmiz, bizim nəslimiz, biz ziyalı nəslik, aristokratıq, nə bilim filan. 6-cı babası kollec tutar. Bütün nəsli bağlayıb ona kişiyə. Bəli, yəni bu qınama modundan çıxmalıyıq. Mənim uşağım eləməz deməkdən çıxmalıyıq. Sonra əgər uşağın əsas məsələ davranışlarında belə deyək, dəyişiklik başlayır, mütləq başlayır. İlkin simptomlardan bəhs edirəm. Mən ağırlaşmış formada artıq o fiziki dəyişiklikdən bəhs eləmirəm. Uşaq artıq özünə qapanmağa, tez-tez dost mühitini dəyişməyə başlayıbsa, çevrəsi tez-tez dəyişirsə, bu gün Əli ilə, sabah Vəli ilə, o birisi gün Pirvəli ilə dostluq eləyir və bunu heç cür sənə əsaslandıra bilmir ki, mənim dostlarım niyə tez-tez dəyişir. Valideyn də onun dost çevrəsinin tez-tez dəyişməyini bir mənalı ciddiyə almır. Məsələn, uşaqdır da, bu gün bununla dostluq eləyir, sabah onunla. Amma o bağların qurulduğu bir dönəm var da, elə əsas o yeniyetməli, o yetişkin vaxtında insan bağlar qurur. İnsan həm belə dövrdə dinlənilməyə, dosta ehtiyacı olur. Yəni bir uşaq tez-tez dost çevrəsini dəyişirsə, özünə qapanırsa, məsələn, gigiyenasına diqqət eləmir. Görürsən ki, uşaq gigiyenasına diqqət eləmir. Artıq çox belə, yəni buraxıb da hər şeyi, saçını vaxtında daramır, dişini sürtmür və s. və alaxır. Və yaxud yerin saatlarla yerin içindən çıxmır. Görürsən ki, oyanmaq vaxtıdır, iş gücünə getməlidir. Getmir. Yəni gündəlik həyat bu dinamikası, qrafiki var. Orada dəyişiklik hiss eləyiriksə, biz artıq bu dediyin o alarm, o siqnal işə düşməlidir. Ən vacibi evdə daha əvvəl görünməyən əşyalar görürük. Məsələn, bilmirəm, bunu deməyim nə qədər düzgündür. Normal tütün istifadə edəndə tütünün özünə aid bir qab olur, amma görürsən ki, fərqli kurslarını mı deyim, ev şəraitində düzəldilənmi deyim, falqalar çıxır evdə, peyda olur anidən. Baxırsan ki, bu daha əvvəl bizim evdə olmayıb. Məsəl üçün ola bilər kibrit əvəzi istifadə olunur. Tam Azərbaycancasını bilmədiyim üçün deyə bilmirəm. Çaxmaq da, yəni belə deyək də. Əgər evdə məsəl üçün qeyri-adi əşyalar peyda olursa, biz buna diqqət eləməliyik. Ən vacibi nəyə fikir verməliyik yeniyetmələrdə? Bu mənim özümə də aiddir. Adi uşağın biraz xərcliyini normadan artıq verəndə fəsadları çox pis olur. Yəni uşağın gündəlik xərcliyi var da, bir norm xərcliyi var. Xərcliyə diqqət eləmək lazımdır. Pul izahsız formada evdən yoxa çıxır və yaxud xərclik izahsız formada belə deyim də idarəsiz xərclənirsə vəsait, gündəlik ayrılan vəsait, bu da bir hallardır. Təxminən bir norma var ona ki, məsələn biz valideynlərə deyək ki, siz evladınıza... Yox, bu normanın adını çəksəm linçlənərəm, yəni yox. Adam var 5 manat, uşağın 10 manat gündəlik xərcliyi yeniyetmənin ola bilər. Baxır da uşaq məktəbdən sonra əgər repetitor yanına gedirsə, hansısa məşğələsi, kursa gedirsə, bu 5-10 manat onun gündəlik xərcliyi üçün normal sayıla bilər. Bu fərdə görə dəyişir. Biz danışdıq ki, zərərli vərdişləri hansı hallarda şübhələnməliyik? Bunlardan biri də xərclikdir. Yəni xərcliyi necə tənzimləyəcəyik? Xərcliyi necə tənzimləyəcəyik? Xərcliyi, yenə deyirəm, bu fərdə görə dəyişir, uşağa görə, yaş qrupuna görə də dəyişir əslində. Yəni əgər bir uşağın yeniyetmənin dərsdən sonra əlavə məşğuliyyəti və fəaliyyəti varsa, ona yetəcək qədər. Əslində sualın cavabı budur. Ona yetəcək qədər. Ona yetəcək vəsaitin nə olduğunu valideyn bilir. Yəni normasını valideyn bilir. Normadan artıq vəsait vermək uşağı bir növ özü zərərli vərdişlərə belə də itələmək kimi bir şeydir. Çünki bu istifadə elədiyimizdə deyirəm, yəni istifadə olunan bu zərərli maddələr ki var, hansın ki satışı var, üzərində də qeyd olunur ki, sağlamlığa zərərlidir. Biz bunu evdə onsuz da demişik uşağımıza ki, bu zərərli də olmaz. Yəni bu satılan zərərli maddə, yəni fərq eləmir də tütün olsun və yaxud digər, bu bir vəsait hesabına alınır. Elə uşağın gündəlik xərci ilə tənzimlənməlidir ki, onun gündəlik xərcindən əlavə başqa şeylərə pulu qalmasın. Əgər uşaq normadan artıq pul xərcləyirsə və yaxud evdən pul yoxa çıxırsa, baxırsan ki, evdən artıq dəyərli əşyalar etdi, pul etdi, bu özü bir siqnaldır. Amma bu dediyim kimi bu kulminasiya nöqtəsinə çatanda itir bu.
Əslində bu elə deyim də narkomaniyada vəziyyət biraz fərqlidir. Ən pisi oyun asıllığındadır. Bunda məsəl üçün narkomaniyada bir fiziki dəyişiklik baş verir, yenə deyirəm bir bədəndə, ruhsal vəziyyətində, ümumi göstəricilərində. Oyun asıllığında vəziyyət daha məsəl üçün pisdir. Birincisi oyun asıllığını heç kim xəstəlik kimi qəbul eləmək istəmir. Uşaqdır, döyərəm, telefonu əlindən alaram, məhdudlaşdıraram. Bu sanki çıxış yoludur. Bir zərərli vərdişi, belə deyim, qarşısını almaq üçün tətbiq elədiyimiz qadağalar digər zərərli vərdiş üçün daha böyük problem üçün qapı açmış olur. Məsələn, bu yeniyetmələr kafedə, kafe küncündə, məsəl üçün hardasa el arasında biz deyirik, yüngül, belə demirəm, ağır bir şey, qumar oynayır, tutaq ki də öz aralarında. Biz gəldik, onu oradan qovduq, qışqırdıq, dağıtdıq. Sabah o gedir, başqa işlə məşğul olur, alkol qəbul edir və yaxud da spirtli içki içir. Artıq hiperaktiv davranış var da bu uşaqda. Biz onunla onu anlaya biləcək, onu başa düşə biləcək tərzdə davranmalıyıq. Qovmaq, ona şiddət tətbiq eləmək, qışqırmaq, təhqir eləmək yol deyil, çıxış yolu deyil. Oyun asıllığında valideynlərin ən çox elədiyi səhv budur. Yəni bir nümunəsi bu yaxınlarda oldu. Çox böyük bir tarix keçməyib üstündən. Valideyn gəlir ki, bəs mənim oğlumun 34 yaşı var. 34 yaş yeniyetmə deyil artıq, yəni yetişkin insandır. Bəs oğlum evdə heç nə qalmayıb da, qumara qurşanıb. Hansısa oyun oynayır, ora vəsait yatızdırır, uduzur və evdə heç nə qalmayıb. Bunu biz heç nə eləyə bilmirik. Biz buna izah edirik ki, əslində sənin oğlun xəstədir, asılıdır. Valideyn bunu qəbul eləmək istəmir. Deyir, yox, belə bir şey, yəni oyun oynayır da telefonda deyir və səndən kömək istəyir. Sən də köməyi yolunu izah edirsən. Deyirsən ki, başa dönüm, ay valideyn, ay belə deyil, ağız, hər vasitəni, istər elmi, istər belə deyil, loru, istər xalq dilində. Yəni biz hər formada buna izah edirik ki, bu zərərli vərdişdir. Bu müalicə olunmalıdır, bunun reabilitasiyası olmalıdır. Valideyn bunu qəbul eləmək istəmir. Gedir, nə edir? 34 yaş balaca bir şey deyir. Bu oğlanı evdən ya qovur, ya telefonun əlindən alır. Buna ən bəsitdə, ən deyim də cılız üsul. Telefonun əlindən aldım. 34 yaşında oğlanın telefonun əlindən almaq onu bəyəm sağaldacaq. Yox, təbii ki. Bir müddət keçir, bir ay keçir, gəlir. Bəs deməzsənmi, mənim oğlum hal-hazırda filan qəsəbədə, nə bilim, filan qruplaşma var, oradan narkotik çəkirlər, ona qoşulub. Oğlum artıq narkotik istifadə edir. Bəs sən axı bu asıllığın, bu zərərli vərdişin vərdiş kimi, asıllıq kimi qəbul eləmədin. Sən artıq terapiyanı belə deyək, təcrübəli şəxsdən belə deyim, mütəxəssisdən bir dəstək almadın axı. Məsləhət də istəmirsən. Gəlirsən bir problemin olduğunu deyirsən. Sənə məsləhət verilən məsləhəti qəbul eləmək istəmirsən. Bu artıq başqa bir zərərli vərdişə qapı açmış olur. Oyun asıllığını qəbul eləmək istəmirlər ki, bu asıllıqdır, bu xəstəlikdir. Amma reabilitasiyası ən az narkomaniya qədər, ən az belə deyim, alkol istifadəsi qədər, alkoqolizm qədər qəliz və belə deyim də çətindir, mürəkkəbdir. İndi Gülnar, sənə bir sual vereyim. Nədir o sual? Elə bir ki, sən neçə illərdir bu sahədəsən, həm sosial, həm bir çox könüllülük aksiyalarına da varsan. Könüllülük aksiyalarında varım, bəli. Yəni, necə deyim, bu mövzuda, yəni vətənimizdə, Azərbaycanımızda xidmətdar olan bir insansın. Gənc olmağına baxmayaraq. Çalışırıq deyək. Çalışırsınız. İndi bu xüsusilə bu istər alkoqolizmdən, istər oyun asıllığından, istər narkomaniyadan əziyyət çəkən insanların ki, sən çox onlarla görüşmüsən, onların müalicəsində dəstək olmusan. Bunların hamısını bir insan kimi təsəvvür eləsək. Məsələn, tutaq ki, indiyə kimi bir 500 belə insanla görüşmüsən, asılılığı olan insanların. Bunları 500 insanı bir insana yığsaq, bunların hansı ortaq cəhətləri var ki, məsələn, deyəsən ki, Cavid, məsələn, tutaq ki, mən bu 500 adamın da hamısında bu xasiyyəti gördüm. Yüksək çoxluğu cavab verəcəm. Niyə? Fərd olaraq hərənin bir hekayəsi olur, söz Təbii yoxdur. Ki. Amma hamısının ortaq bir amil birləşdirir. Məni heç kim dinləmədi. Ən çox buradan. Yenə deyirəm, bizdə belə bir fikir formalaşıb ki, əgər bir insan zərərli maddədən istifadə edibsə, yəni narkomansa, bunu həzz almaq üçün çəkib. Yenə deyirəm, qayıdıram başdakı fikrimə. Qısa və lakonik bu insanların problemi daha çox ağrısını susturmaq üçün. Yəni ağrısını dinləyən olmayıb, yəni dərdini dinləyən olmayıb, problemini dinləyən olmayıb. Hamısında bir travma var. Hamısında deməyək, əksəriyyətində bir travma var. Dinlənilməmək, qəbul edilməmək və yaxud yenə deyirəm, ailə daxilində asıllıq tarixçəsi olan var.
asudə vaxtını düzgün təşkil edə bilməyənlər var. Hansı ki, baxırsan yenə deyirəm, hər şey yerindədir, amma asudə vaxtını düzgün təşkil edə bilməyib, məşğuliyyətsiz qalıb bir növ. Freelans işlər götürüb məsələn, müntəzəm bir stabil bir iş qrafiki yoxdur, amma gəliri var. Bu adam gəlir belə bir zərərli vərdişə, belə deyək də, qurşanır. Biz yəni deməsin 500 adamı bir adamın içinə belə deyək də yığsaq, o adamın emosional tərk olunmuş, emosional tərk olunmuş, emosional olaraq özünü ifadə edə bilməyən, emosional tək qalan hər insan, belə deyək. Demişdim, risk qrupudur. Bu insanların ortaq amili budur. Əla. Yəni mən nə demək istəyirəm? Əslində o mesajı ötürmək istəyirəm ki, bizim əgər evladımızı dinləmiriksə, qardaşımızı Bunu bir reabilitasiyasında izah eləyəcəm birazdan. Onu biz artıq bilək ki, biz özümüz də ona zəmin yaradırıq ki, get o işi gör. Belə bir söz var. Deyir ki, məsələn, narkoman heç vaxt, biz onu həm asılı insan deyək, azartlı insan deyək də. Azartlı insan da demək olar belə insanlara. Deyək də. Belə bir söz var ki, narkoman heç vaxt təqaüdə çıxmır. Yəni bu işdən uzaqlaşmır. Daim məzuniyyətə çıxır da, bir ay, 2 ay, 5 ay, sonra yenə qayıdır. Məncə bu söz də boşuna deyilməyib, çünki bunun çoxlu nümunələri var ki, həbs olunur, həbsdə bir müddət tərk eləyir və bir müddətdən sonra təkrar həmin məsələyə qayıdır, istifadəçi olur və yaxud satır, neyinir. Amma belə bir hal olunmur ki, yəni siz o insanla işləmisiniz. Yəni biz nə demək istəyirəm? Bu pozitiv mesajı ötürə bilək. O cavabı istəyirəm səndən eşidəm ki, zorla deyirsən, mütləq mənə yaxşı cavab verəm. Yaxşı cavab ver ki. Əslində yox, deyəcəm buna cavab verəcəm. Yəni pozitiv mesaj ötürmək istəyirəm ki, ay valideynlər, məsələn, tutaq ki, Azərbaycanda belə bir şey var da. Deyir ki, bu mən xalq dilində deyəcəm bunu, narkomaniya deyir, damarın deşməyib. Yəni damarın deşibsə ölüb də, yəni belə yanaşırlar. Yox. Və yaxud məsələn filankəs qumarbazdır. Yəni o elə bir damğadır ki, yəni bu o adam ondan sonra damğa. Bəli, o adam tövbə eləsə də, nə qayıtsa da yoluna, tövbə eləmək mənasında demirəm. Yəni o işdən peşman olsa, çəkilsə də, yəni üstündən 1000 ildə keçsə, Ramiz Rövşən demişkən, 1000 illik bir səhvə qurban getmişik. 1000 illik bir səhvə görə o adam heç vaxt cəmiyyət bağışlamır və adı üzərindən götürmür. Qısa sualımı belə verim. Bu insanları düzəltmək mümkündür. Bu suala çox belə bir geniş cavab verim mən. Bax, cümlənin özü var, deyir, narkoman sağalmır, məzuniyyətə çıxır, yox təqaüdə çıxır, yox. Bunun özü bayaq demişsə, qınama modudur. Biz cəmiyyət olaraq sevirik qınamağı. Özümüz cəmiyyət olaraq qınama modundayıq. Bunu deyimin özü belə yanlışdır. Təbii ki, sağalmaq mümkündür. Niyə də mümkün olmasın? Təkrar istifadənin günahkarı elə birincisi düzgün terapiya deyil. Terapiya düzgün aparılmayıb. O sualım var. Yəni mütləq orada bir alt səbəb, mütləq bir səbəb var. Ya da belə deyək, təkrar istifadəyə başlayıbsa, burada mütləq sosial çevrənin, yaxın çevrənin, belə deyək, daha dəqiq desəm, günah olur. Yəni adətən belə olur. Sağalmır deyə bir şey yoxdur. Amma bir şey deyəcəm. Detoksda, yəni bədəndən o kimyəvi tibbi yol var, təmizlənmə. Detoksdan sonra insan şəkər xəstəsi necə olur? Xroniki xəstədir də. Bu adam pəhrizini gözləməlidir. Bəli. Bu yolun özü uzun görünür, amma bir çıxışı var. Təbii ki, sağala bilərsən. Sağalandan sonra bir müddət yox, hətta deyərdim ömürlük özünü gözləməlisən. Səni o ortamlara çəkən nə var idisə, oradan uzaq durmalısan. Məsələn, narkotik istifadəsi ilə məşğul olan şəxs reabilitasiya keçib fiziki olaraq təmizlənibsə, psixoloji reabilitasiya hələ gəlmirəm, ona da cavab verəcəm. Müalicən düzgün keçibsə, sağalmısansa, sən ömrünün sonuna qədər asılılığı idarə eləməlisən. Sənin belə bir vərdişin olub, o ortamlardan uzaq durmalısan. Narkotik istifadəsi ilə məşğul idinsə, sağaldınsa, alkol istifadə olunan ortama girməməlisən. Çünki alkol da beyində həmən o dopamin ifrazını artırır. Yəni o stimul verir sənə. Bugün alkol çəkirsən, beyin dumanlandı, həmən o həss hissi gəldi sənə, dopamin ifrazı olundu və sən təkrar getdin, başda istifadə elədiyin maddəyə qayıtdın. Belə Lorel də deyək də, hə də, yəni onurğasında yırtıq olan adam necə ki ağır yük qaldıra bilməz. Pəhrizinə diqqət eləməlisən, idarə eləməlisən, o ortamlardan uzaq olmalısan. Bu təkcə söhbət içkidən getmir, içkidən ya da hansısa zərərli vərdişdən. İnsanlar belə alt şuur, yəni sənin bir səbəbin olur, sən birdən-birə bu yola düşməlisən.
düşmürsən. Bu şuuraltıda səni buna təşviq eləyən, səni bu yola yönləndirən bir şeylər olur. Sən o ortamlardan da, o insanlardan da, həmin o toksik mühitdən də uzaq durmalısan. Bu da sənin pəhrizində. Neçə nəfər bunu eləyir, o məsələdə. Onu müzakirə eləmək lazımdır. Sonra məhbuslar deyirsinizsə, getdi, məhbus oldu. Bəzi narkomanlar sırf bədəni təmizlənmək üçün, yəni hansı reabilitasiya mərkəzinə getməmək üçün, bəli, məhbusluğu da bir yol kimi seçir, bilirsiniz onu, yəni özü qəsdən hansısa bir cinayətə qarışır, gedir içəridə bir müddət yatır, orada onu tapa bilmir, məcbur bədən kimyəvi təmizlənir, amma psixoloji hissəki var, şuuraltı. O qalır axı, bədənim təmizlənib, amma zehnim təmiz deyil. Mənim zehnim təmiz deyilsə, mən təkrar istifadəçi ola bilərəm. O məhbusluq yolunu seçənlər bir müddət sağalıb təkrar, bilirsiniz niyə o təkrarlı o metodu seçir? O artıq bir müddətdən sonra istifadə elədiyi dozadan, miqdardan həzz almır. Daha güclü, daha güclü, daha güclü kulminasiya çatanda artıq o həzz almaq üçün yox və yaxud hansı ağrını susturmaq üçün, gündəlik norması bu olduğu üçün, yaşamaq üçün, ağrılarını susturmaq üçün, fiziki ağrılarından bəhs edirəm, bəhs elədim mənəvidə yox. Artıq bu kulminasiyadadır. Buna heç bir doza kömək eləməyəcək. Bu vərdişdir. Bu insan bunu qəbul eləməsə özünü pis hiss eləyir və o adam gedir məhbus olur, bədən təmizlənir. Təzədəndən o həss hissini yaşamaq üçün, təsəvvür eləyin, təsəvvürdən bu istifadə elədiyi maddədən həzz almaq üçün gedir məhbus olur, yatır, özünü bir şəkildə təcrid edir. Və qaydanda istifadə eləməyə başlayır. Çünki həmən həss hissini istəyir, həmən hissi istəyir. İndi belə bir sual. Məsələn, son dövrlər biz reabilitasiya mərkəzlərindən danışacağıq. Təhlükəli gəlirik. Bəli. Çox təhlükəli. Məsələn, tutaq ki, birinci mən bunu deyim ki, bu xüsusilə bu son dövrlər gündəm oldu. Nəsimin Nəbizadə məsələsi, onun oradan qaçma məsələsi. Birinci onun qaçmağı yox. Mən çox sevindim onun qaçmağına. Yaxşı qaçdı, canım qurtardı. Birinci məsələ nədir? Bu məsələn tutaq ki, misal üçün də desələr ki, Günların böyrəyində daş var. Məsələn tutaq ki, heç bir qohum-əqrəbə Günları daşa basmaz da, düzdür? Yox, 100%. Amma məsələn desələr ki, Günlar məsələn İraq olsun, məsələn narkomandır, amma bütün nəsil, qardaş artıq Günlara başqa baxacaq, ana evdən qovacaq falan. Yəni bu biraz yəni biraz insanların abır ismət məsələsidir də bu. Yəni insan üzünün suyun üzü var da. Məsələn tutaq ki, məsələn siz kimsə desə ki, məsələn yenə deyirəm də Cavidin böyrəyində daş var, dedilər var da, getsin müalicəsini alsın. Amma Cavid narkotik istifadə edir. Artıq nəm atam mənə salam verməyəcək, nəm əmim yolda nəm mənə arxasını çəkir. Yəni biraz bu ismət, insanın üzünün suyu, abrı, həyası məsələsidir də bu mövzular. İndi Nəsimin Nəbizadəni, yəni bir ömür Nəsimin Nəbizadə, yəni mən bunu ironiya ilə deyirəm təbii ki, kaş o orada elə qalardı, o aldəçilik olduğu nə idisə bilmirəm. Onunla qalardı, elə də dünyasını dəyişib gedərdi. Niyə görə? Nəsimin Nəbizadəni bir günə qoydular. Yəni o cür, yəni bizim uşaqlığımız onunla keçib də biz ASTV-yə baxan uşaqlar olmuşuq. ASTV-də yəni Nəsimin Nəbizadənin bir imici var idi. Ən azı xatirələrimizdə gözəl qalmışdı da. Bu insan da tində bir tumsatan xalı ilə şəkil çəkdirdilər. Onu harda bir yer var apardılar. Yəni bu reabilitasiyanın yolu necə olmalıdır? Bu yol necə gedilməlidir? Bu insanların, yəni nə deyirəm, bu üzünün suyun tökürlər. Yəni bu hər yerdə bir kamera qoymaq, çəkmək. Yəni biz hətta bilirik ki, nə qədər vəzifəli insanlar, nə qədər övladları, məşhur insanlar var ki, bunların cəmiyyətdə bir nüfuzu var, bir imici var. Yəni və yaxud mən nə qədər tanıyıram ki, rayon yerlərində bir ağsaqqaldı, nəvəsi o yola düşüb. İndi bu yəni bir sən gözəl qeyd elədin. Yəni hamı risk qrupudur. Hamı risk qrupudur. Yəni bu insanların reabilitasiyası necə olacaq? Yəni bunlar necə müalicə olunacaq? Yəni bunun metodu necə olmalıdır? Deməli belə. Başlayım da bir yerdən. Bu məsələ çox qəliz məsələdir. Nəsimin Nəbizadə özü bayaq bəhs eləyirdim. Dedimi görsən öz karyerası olan, yetişkin bir insandır. Mən bilmirəm, ailə bildiyim qədər ailədə asıllıq tarixçəsi var. Düzdür, bu təsdiqlənmiş bir fakt deyil. Müalicə konfidensial olmalıdır birinci növbədə. Bəli. Konfidensiallıq yoxdursa, o müalicə deyil. Elə birinci oradan başlayaq.
Qaldı ki reabilitasiya mərkəzi. O termini biraz açıqlıq ola bilsin. Konfidensial, yəni ki, bu gizli olmalıdır. Mən bir şəxsin ümumiyyətlə də söhbət mövzu təkcə Nəsimə müəllim deyil. İstənilən asılı şəxsin reabilitasiyası konfidensial, məxfi olmalıdır. Yəni bu onun dedim axı biz cəmiyyət olaraq qınama modundayıq. Cəmiyyət o sağalandan sonra ona axı yüklənəcək. Biz öz əhatəmizi, valideynlərimizi, ailə üzvlərimizi, lap olmaz, xəstənin ailə üzvlərini biz maarifləndirə bilərik. Üzr istəyirəm, mən bir dəfə Facebookda bir status yazdım. Yazdım ki, biz günah eləyirik, bizi Tanrı bağışlayır. İndi ad formaldır da. Qonşumuz Sona xanım xala bağışlamır. Bəli, Sona xanım xala bağışlamır. Amma biz Allah heç bilmirik ki, bu bağışlamır. amma biz heç bilmirik həmin qonşumuzun evində hansı proses gedir. Hamı özündə yenə deyirəm, hamımız belə. Mənim uşağım eləməz. Hamı özündə özünü ideal hesab edir. Bəli. Bu lap bəsitdir, yenə deyirəm, bəsit orta məktəb qruplarına belə, valideyn qruplarına baxsan, bir şikayət varsa, hamı özünü müdafiə test keçirir. Mənim qızım eləməz, mənim oğlum eləməz. Hamımızın da oğlu eləyər, mənim də qızım eləyər. Niyə kim qoyur bu qarantını? Gün boyu işdə oluruq da, düzdür. Günümüzün çox hissəsini məşğuluq. Valideyn nəzarətsizliyi var. Məsəl üçün mənim özümdə də var. Səhər çıxıram, axşam gəlirəm. Bəli, hamımız o gündə. Başqa cürdə mümkün deyil. Yəni bir şəkildə ailəni belə maddi təminatını təmin eləməzdən bu ata üçün də keçərlidir, ana üçün də keçərlidir. Hal-hazırda ailə tamlığı bütöv olan ailələr də var ki, yəni sosial vəziyyəti olmadığı üçün hər iki fərd işləməlidir və burada uşaq bir müddət nəzarətsiz qalır. Bu da fakt deyil ha. Yenə deyirəm, anası atası başının üstündə olan, ailədə olan, hər dəqiqə nəzarət edən qrup insanlar da bu fakt ola bilər. Onun bəlkə başqa yerdədir boşluğu. Bəli. İndi bu boşluqlar ki var ya, bunu tapmaq lazımdır. Bunun üçün elmə əsaslı psixoterapiya üsulları var. Müalicələr mütləq konfidensial olmalıdır. Net, yəni bu konkretdir. Əgər bir xəstənin üzərindən layklar yığılırsa, ekrana tıklayın deyilirsə, o müalicə artıq reabilitasiya deyil. Bu özü reabilitasiya deyil. Bir də reabilitasiya mərkəzlərinin fəaliyyətində qüsur nədən ibarətdir? Deyəcəm, bu cümlə çox riskli cümlə olacaq, amma bunu deməsəm düz olmur. Reabilitasiya mərkəzlərini açan şəxslərin bir çoxu özü köhnə istifadəçi olduğu üçün onların öz zərərli vərdişdən sağalma metodu olub. Məsələn, mən narkotiksiz qaldım. Bəzən döyüldüm, ağrılara tab gətirdim, mən bu şəkildə sağalmışam. Amma bu bir mənalı metod deyil. Bu yarımçıq müalicədir. Niyə yarımçıq müalicədir? Dedim axı, insan birdən-birə gəlir bu yola düşmür. Bunun mütləq səbəbi olur, mütləq. Nadir hallarda olur ki, insan həzz axtardı, getdi bu yola qoşuldu. Yəni bir müalicədə gizlilik yoxdursa, o müalicə deyil. Niyə müalicə deyil, deyim. Bu insan sağaldı. Yenidən bunun tutaq ki, sağaldı. Hə, yox, tutaq ki, niyə tutaq ki deyə? Bəlkə sağaldı, yox, sağaldı. Reabilitasiya effektini verdi, bu adam sağaldı. Bu adam gündəlik həyatına qayıtmalıdır. Qayıdırıq başa. Biz qınama modundayıq axı, dedim axı. Özün də deyirsən, Tanrı bağışlayır, Sona xala bağışlamır. Bu insana yüklənəcəklər. Başlayacaqlar. Bu bir dəfə istifadə edib. Məhbuslar üçün də keçərlidir. Bilirsən bu. Məsələn, bugün hər ikimiz azadlıqdayıq. İnsanlar bunu başa düşmək istəmir. Emosional bir boşluğumuza denk gəldi. Rast gəldi də, əsəbiyik, çıxdıq işdən. Bir dəqiqənin içində bizim məhbus olmağımız saniyə məsələsidir. Kimisə vurdum, fiziki xəsarət yetirdim. Bunun nəticəsində belə deyil. Bəlkə elə avtomobil idarə edirdim. Ani məndən asılı olmayan bir şərait yarandı. Kimsə mən yaxşı nəqliyyat idarə edə bilirəm, amma yan tərəfdəki sürücü idarə edə bilmir. Bir vəziyyət yarandı, mən idarə edə bilmədim. Bir manevr elədim, bir saniyəlik bir şey. Birinin həyatına son qoydum, düzdür. Mən məhbus oldum. Mən bunu bilərək mi eləmişəm? Günahkaram mı? Deyiləm. Həyat şərait elə gətirdi ki, biz olduq məhbus. Bu narkoman üçün də keçərlidir. Bu da xəstədir. Bu insan bir şəkildə düşdü bu yola. Bunu bilərək, bilməyərək, yenə deyirəm, çox nadir hallarda olur ki, kimsə həzz almaq üçün özünü belə bir macəraya atır. Adətən yenə dinlənilmir, tək qalır, sıxıntıya düşür və bunun bu şuuraltı səbəbi tapmaq lazımdır. Konfidensial olmayan müalicə deyil. Çünki bu adam müalicə sağaldı, qayıtdı şəxsi həyatına, gündəlik həyatına davam eləmək istəyir. Amma buna Sona xala imkan vermir. Səmaya deyir, yox, sən bunu çəkmirsən, səndən adam olmaz, qurtardı. Hər məni bağışla bloka düşəndə, hər adi məişət tullantısını atanda da mütləq ona bir süzəcək, bir göz axıtacaq, baxış atacaq. Bu insan isə zədəli insandır. Bu hələ bütünləşə bilməyib. Bu insan bir yol keçib, bir problemli, bir keşməkeşli, bir ağır bir yol keçib. Bu yoldan sonra bu insan sağalmağa çalışır. Sən də ona imkan vermirsən. O fürsəti ona tanımırsan. Dəfələrlə həbsdə olub çıxan insanlarla görüşmüşük, məsələn, dostda, qohumda, yaxınlarımızda. Biz həbsdən çıxıb getmişik görüşməyə bir müddətdə, elimizin adəti kimi də. Məsələn, mən nə hiss eləmişəm? Görmüşəm ki, bu insanlarda, məsələn, deyəndə ki,
Falan işi sənə tapşırır. Sabah bir falan işin dalınca Aha, zəng. düzdür. O qədər sevinir. Bəli. Çünki o qədər cəmiyyət tərəfindən İndi ona da bunlar gələcəm. xor baxılıb. Məsuliyyət hissi. Bilirsən, yenidən güvən. Güvən istəyir o ki, Güvən istəyir. mənə güvənin. Mən də Bəli, o o insan cinayət dillə- cəzamı çəkib gəlmişəm. Mən cəzamı çəkib gəlmişəm. Bəli, mən məhbus kimi çəkmişəm və yaxud mən özüm eləyə biləcəyim ən böyük pislik eləmişəm. Artıq bir dəfə qurban olmuşam. Axı bu mənim bədənimdir. Mənim bədənim öz immun sistemini çökdürür. Bəli. Mənim beynim zədəlidir. Mən problemliyəm. Bəli. Mənə biraz anlayış göstərilməlidir. Axı biz nə edirik? Yox, qəti mümkün deyil. Bu istifadə edib qutardı. Bu məhbus olub. Axı bu adam məhbus olana qədər bunun bir keçdiyi yox. Bu bir saniyənin içində də məhbus ola bilər. Bəli. Bu adam da bir səhv elədi. Bu bunun cəzasını özü çəkib, öz bədəni ilə, öz zehni ilə, itirdiyi Azadlığı ilə. öz azadlığı ilə, öz elə asılılıq şəxslər üçün də keçərlidir. Öz bədəni ilə, öz beyni ilə, öz itirdiyi dost çevrəsi ilə, öz hörməti ilə, nüfuzu ilə bu adam yetərincə cəzasını çəkib. Baxın, biz bunu niyə baltalamaq istəyirik? Konfidensial müalicə metodu olmalıdır. Konfidensial müalicə metodu tətbiq olunmur. Keçdim bunu. Çox hissədə deyəcəm. Faiz çəkmək istədim, fikrimi dəyişdim ki, çünki riskli olacaq bu. Çox reabilitasiya mərkəzinin rəhbərləri özü nə vaxtsa istifadəçi olub, yəni sağalmış şəxslərdir. Bəli, bu yaxşı nümunə əslində, gözəl təşəbbüsdür. Yəni mən bu yolu keçmişəm, bu gün özüm kimisə sağaldıram. Əladır. Amma mənim açdığım müəssisənin fəaliyyəti tamdırsa, bizdə müalicə yarımdır. İstənilən halda yarımdır. Niyə? Biz detoksu eləyirik. Bədən həmin o zərərli maddədən azad olur. Biz bunu aç saxlayırıq. Nə mənada aç? Yəni ki, həmin maddədən aç saxlayırıq. Bunu sıxışdırırıq. Nə bilim, bəzən işgəncə metodlarından da istifadə olunur. Bildiyim qədərilə düzdür. Bu sübut olmuş bir fakt deyil, amma görürsən ki, xəstələrin yaxınları deyir ki, məsələn, onu döydülər, o istəyəndə, o ağrı çəkəndə, qışqıranda onu vurdular. Amma elmi əsaslı psixoterapiya üsulu, koqnitiv davranış terapiyası deyilən bir davranış terapiyası var. O yüksək çoxluqda reabilitasiya mərkəzlərində birmənalı tətbiq olunmur. Ki, mənim müalicəm yarım qalır. Mənim bədənim təmizlənir, amma mənim zehnim təmiz deyil. Mən hardasa məni o yola sürükləyən yerdə qalmışam, orada kəsilib xətt başa düşürsən. Mən ora qayıtmalıyam, onu düzəltməliyəm ki, mənim bədənim təmizlənsə də mənim zehnim məni təkrar o yola təşviq eləyəcəkmi? Ona görə deyirlər ki, narkoman məzuniyyətə çıxdı, yox, təqaüdə çıxdı, yox, sağalmadı. Xeyr, narkoman sağala bilər. Onun reabilitasiyası tamdırsa, düzgündürsə, 100% sağalacaq o, 100% və o özünü idarə eləməlidir. O öz pəhrizini gözləməlidir. O toksik insanlardan uzaq durmalıdır. Bəs bu insan bunu necə eləyəcək? Tutaq ki, bunun bədənini təmizlədik. Biz bunun zehnini təmizləmədən necə buna deyə bilərik ki, get bu mühitdən uzaq dur. Axı bunun dediyim kimi elmi əsaslı psixoterapiya metodları var. Koqnitiv davranış terapiyası, qruplarla iş, sosial məsuliyyət. Xarici təcrübədə belə bir şey var. Bir insan zərərli vərdişin qurbanı oldusa, sağaldısa, onun cəmiyyətə adaptasiya dönəmi var. Onu tez bazar atmırlar. Onlara nə edirlər? Bitki verirlər. Hansının ki, yetişdirilməsi çox ağırdır. Əgər bu insan əvvəl bu bitkini yetişdirə bilirsə, bunu bəli, yox, bu çox belə deyim də tez-tez istifadə olunan metoddur. Bizdə bu yoxdur. Bizdə görməyəcəksiniz belə bir şey. Xarici təcrübədə daha çox istifadə olunur. Ona bir qəliz yetişdirilən bitki verilir. Hansı ki, onu saxlamaq çox çətindir. Əgər bu insan bu bitkini buna da vaxt verilir ki, bu vaxt ərzində sən bu bitkini saxlaya bildinsə, onun məsəl üçün qayğısını çəkə bildinsə, sən artıq hansısa bir məsuliyyəti götürə bilərsən. Arxasınca ev heyvanı. Əgər bu bitki ilə mən başardımsa, özümü təsdiqləyə bildimsə, dalınca mənə ev heyvanı verilir. Mən o ev heyvanı ilə başlayıram praktika eləməyə ki, mən bir canlı ilə ümumiyyətlə necə davranacam? Mənim şuuraltım təmizlənibmi? Mən nə qədər özümü sağaltmışam? Məsələ, yenə deyirəm, kimyəvi maddədən bəhs eləmirəm. Şuurum nə qədər təmizlənib? Mənim şuurum təmizlənibsə, mən həmən o canlının məsuliyyətini götürə bilirəmsə, bəli, mən sabah cəmiyyətdə işdə görə bilərəm, öz gücümü toplaya bilərəm. Həmən səmayələrin, sonaların sözünə qarşı nə qədər davamlı ola biləcəm, nə qədər dayana biləcəm. Məsələ budur. Onu düzəltmək lazımdır. Və cəmiyyət olaraq, yenə deyirəm, qınama modundan çıxmalıyıq. Biz bugün həmən şəxsin, xəstənin ailəsinə ki, çox rast gəlinən bir şeydir. Deyir, sizi qayıtdı. Ailə ilə söhbət edirik. Deyirik ki, məsələn, baxın, əsas reabilitasiyanın əsas hissəsi bundan sonra başlayır. Xəstə sağaldı. Xahiş edirik, köhnə məsələləri evdə qabartmayasınız. Və yaxud da xəstə ilə davranmağın yolları izah olunur. Qruplarla iş, ailə ilə iş, ailə ilə psixoloji qrup məsələləri var. Bunlar da tətbiq olunmur. Demək olar ki, ailələr gəlməlidir xəstə sağalandan sonra ailənin xəstənin iş ünsiyyət məsələsi var. Bu terapiya üsulu olmalıdır. Bu da yenə deyirəm, elmi əsaslı psixoterapiya üsuludur. Bu bizim işimiz deyil, mənim işim deyil. Ya da hər hansısa bir narkotiklə mübarizə aparan ekspertin işi deyil. Bu konkret psixoloqun və reabilitasiya mərkəzinin, psixoterapevtin və reabilitasiya mərkəzinin işidir. Ailə gəlir, xəstə sağalır, ana başlayır.
mətbəxdə özü üçün ət doğrayır ya da soğan. Bilirsən bizim evdə filan qədər, filan kilo qızılım var idi. Dədən bunu almışdı, sənin üçün bunu eləmişdik. Bax o zibilə qoşulmasaydın bu sadalayır. Bu xəstə səncə sağalar? Yox. Neyniyəcək xəstə? Yenidən gedir. Yüklənəcək, təkrar gedir istifadəyə. Çünki o istədiyi dəstəyi almır. Deyirsən, məhbusa iş tapşırdıq, sevindi. Buna da iş tapşırmaq, məsuliyyət vermək, ona adaptasiya eləmək lazım. Kiçik məsuliyyətdir. O dediyin gözəl nümunədir. Məsəl üçün gözəl nümunədir. Əlbəttə bizdə istifadə olunmur. Ağır bitkidir, hansı ki yetişdirilməsi çox çətindir, qulluq tələb eləyir xüsusi. Biraz nazlıdır da belə deyək. Onu gətirir, məsuliyyətini verirlər həmin xəstəyə ki, bax bunun məsuliyyətini götür. İnsan məsuliyyət götürür özünə. Ondan artıq özünü yavaş-yavaş. Bizdə hətta belə bir xəstəlik var son dövrlərdə. Bir çox müəssisələr məhkumluq haqqında araşdırma işləyir. Yəni nə demək istəyir? Yəni sən bir dəfə məhkum olmusansa, sən artıq işləmək üçün də hansısa bir çox müəssisələrdə işləmək üçün də qapıları bağlamış olursan. Bəli. Yəni bu da artıq insanları yenidən təkrar məhbus eləmək. Qınama modu deyirəm. Biz qınama modu. Ümumiyyətlə quruluş sistem elə bir qurulub da, necə izah edeyim. BYD-nin sürücüsü var idi, yadınıza gəlir, bir dəfə qarışdırdı, belə bir şey oldu, nəsə qəza oldu. Tez hamının ilk o diqqət nöqtəsi nə oldu? Ayağında qandal var. Heç kim soruşmadı ki, bu adamın ayağında qandal niyə var? Bəlkə bu elə məlum oldu ki, adamın borcu var, nəsə borcunu ödəyə bilməyib. Yəni o da bir məhkumluqdur da. Ani bir sosial vəziyyətimiz dəyişdi. Narkotik istifadəçisidir. Təmiz çıxmışdı. Yəni elə bir şey yox idi. Elə bir şey çıxmamışdı. Elə bir şey çıxmamışdı. Mən bildiyim qədərilə çıxmamışdı. Düzdür, məsələnin sonuna qədər araşdırmadım. Yaşlı başlı biraz var idi. Borcdan, yəni ona müəyyən məhdudiyyət qoyulub, borcla bağlı olub. Yəni insandır da, azadlığı görsən necə tez azadlıq məsələsi necə tez dəyişir, məhkumluq məsələsi necə dəyişir. Ani bir anda mən öz kapitalımı düzgün idarə eləmədim. Bəli də. Borca düşdüm. Məndə hər bir Azərbaycanın dərdidir. Kapital düzgün idarə eləmədim, borca düşdüm və yaxud bu gün hansısa yenə deyirəm, ani bir manevr oldu. Mən avtomobili çox qəşəng idarə edirəm, amma sağdan gələn, soldan gələn idarə edə bilmir. Bir vəziyyət yarandı, mən bir dəqiqənin içində bir qəza törətdim. Səbəbkar oldum, məhbus oldum. Bu məni günahkar eləmir axı. Biz o qınama modundan çıxa bilmirik. Qınama modundan çıxmalıyıq. Reabilitasiyalar üçün də həmin qayda keçərlidir. Asılı xəstə. Reabilitasiyaların belə fəaliyyəti qanunla tənzimlənir, yoxsa Qəliz sual oldu. Lisenziya Səhiyyə Nazirliyindən varmı? Bildiyim qədərilə yox. MMC-lər də fəaliyyət göstərir. Çünki artıq məsələn mən verilişdən öncə biz sənə danışanda da mən sənə dedim. Türkiyədə artıq belə bir qanun qüvvəyə minib 2026-cı ildən onların Səhiyyə Nazirliyi deyir ki, beynəlxalq dərgilərdə yayımlanmayan heç bir resepti nə sosial şəbəkələrdə, nə efirlərdə səsləndirmək olmaz. Bugün bax biz danışırıq zərərli vərdişin adını çəkdik, amma mən heç bir zərərli maddənin adını çəkmədim. Bəli. Çünki nə demək istəyirəm? Yəni bu gün o reabilitasiyaların müalicə üsulları beynəlxalq standartlara cavab verirmi? Xeyr, vermiş. Bəsit bir nümunəni çəkdim ki, elmi əsaslı psixoterapiya metodları istifadə olunmur. Yoxdur. Yəni olunmursa bunların fəaliyyəti də sual yaradırmı? Yaradır əlbəttə ki, amma ki indi bunu müzakirə eləməyəcəm. Mən müzakirə eləməyəcəm. Niyə? Yəni ən azından 100 xəstədən 80-ni və yaxud 60-ını, hətta 30-unu belə sağalda bilirsən. Ən azından bu da bir nəticədir. Son sualım. Riskli sualları vermirəm. Son sualım. Yəni deyirəm, sən çox işləmisən. İstər narkotik asılılıqları, istər oyun və alkoqolizmdən asılı olan insanlar. Əminəm ki, bizim bu cür insanlar dinləyəcək, baxacaqlar bizə. Bu insanlar ki, səni dinləyir, sən bu insanlara nə demək istəyirsən? Sanki qarşında elə bir ailə adam əyləşir. Sən pis adam deyilsən. Mütləq birinci bunu deyərdim. Sən sadəcə ağrılarını yanlış maddələrlə kompensasiya eləmisən. Bu yolun bir çıxışı mütləq ki var. Və klassik də olsa sən tək deyilsən, güclüsən. Bunu bacaracaqsan. Mütləq bunu deyərəm onlara. Mən izləyirlərsə deyirəm. Tək deyilsən, yəni pis adam da deyilsən. Əsla pis adam deyilsən. Birinci bunu deyərdim ona. Bəli, mən də ümumiyyətlə İrfan ədəbiyyatında, İrfan əxlaqında böyük söz demiş Mevlana olub da bilirsiniz. Mevlana'nın bir
sözü var. Deyir ki, nə olursan ol, gəl. Yetər ki, gəl. Yetər ki, gəl. Bəli. İndi məncə bu sən dediyində budur yəni ki, yəni həqiqətən əziz dostlar, mən bir dəqiqədə sizə üzümü tutmaq istəyirəm. Bu narkotikdən, oyun asılılığından, alkoqolizmdən, istənilən bir vərdişdən. Bayaq az öncə Günlar dedi, pornoqrafik videoların baxılması, intensiv baxılması. Əmin eləyim sizi ki, bu da bir asılılıqdır. Yəni bu da bir müddətdən sonra şiddətin artıra, dozasını artıra gedir və nəticədə daha böyük fəsadlara gətirib çıxara bilər. Əziz dostlar, bu xəstəliklərdən çox güman ki, ətrafımızda ən azı yaxınlarımızdan əziyyət çəkənlər var. Olub və yaxud bir müddət sonra sağalan insanlar var. Yəni bu elə bir bəlalardır ki, bunlar. Bunlar hətta bəzən biz anlamırıq. Bir müddətdən sonra görürük ki, artıq belə bir xüsusilə bir oyun xəstəliyi çıxandan yenə Günlər az öncə qeyd elədi. Məsələn, içkini bilmək olur, narkotiki bilmək olur, amma ilkin mərhələdə bilmək olur. Amma oyun asılılığı ta ki evdən ciddi əşyalar, qiymətli zinət əşyaları falan İnsan özü də fərd olaraq özü də oyun asılılığını qəbul eləməyi çox uzun müddət vaxt aparır. O asılı olduğunu qəbul eləmək istəmir. İstəmir. Əgər mən bu gün özümə aid olan, vacib olan işi ertələyirəmsə, saxlayıramsa sona, biri var telefonla 1 saat, 2 saat məsəl üçün nəyisə baxdım və yaxud oynadım, çıxdım. O qələbə hissi ki var, o da dopamin ifrazını artırır. Yəni biri maddədir, uddum, əla, daha yaxşısı pul gəldi və yaxud o həmən qələbə hissi üçün, təkrar qələbə hissi üçün vəsait xərcləyir. Bu insan ancaq onda ayılır ki, bütün işlərini atıb ikinci plana, bütün gününün çox hissəsi buradadır. Və o emosional davranışlar da narkotik istifadəsindəki kimi olmur da. Son həddə qədər hiss eləmirsən. Son həddə ayılırsan ki, bəs mənim pulum qutarıb, bəs mən işlərimi yaxşı görmürəm. Mən ertələdiyim işlər mənə maddi olaraq ziyanla geri gəlir, maddi zərərlə geri gəlir. Bax, oyun asılılığında çox fərqlidir. Yəni onun asılı olduğunu qəbul etmək istəmirsən. Amma narkotikdə məcbur artıq fiziki ağrılar, o problemlər, asıllıq özünü göstərir. Vaxtı çatanda bir halbahal olursan. Oyun asıllığında bu elə deyil. Yəni oyun asılılığı son mərhələyə qədər gedə bilir. Ona görə əziz dostlar, əgər ətrafınızda, özünüzdə belə bir xəstəliklərə yoluxmuş, bu xəstəliklərlə mübarizə aparmaq istəyən dostlar varsa, bunun akademik səviyyədə, elmi səviyyədə müalicəsi var. Yetər ki, siz istəyin və hətta indi keyfiyyəti hansı səviyyədədir bilmirəm. Yəni Azərbaycanda narkoloji dispanser də var, hətta bu xəstəliklərlə mübarizə aparan. Təbii ki, çox güman ki, daha yüksək səviyyədə deyil, amma ən azı ibtidai səviyyədə mübarizə apara bilirlər. Son bir sözünüz var demək, Sözümü dedim. Mən sözümü dedim. Oldu əziz dostlar, çox sağ olun. Əvvəldən sonanın 18-ci çəkilişinə baxdınız. İnşallah ümid edirəm növbəti çəkilişlərimizdə bizlə bir yerdə olub daha maraqlı verilişlər izləyəcəksiniz. Çox sağ olun. Sağ olun Günlər xanım. Sağ olun.